Salam, hörmətli izləyicilər, hər vaxtınız xeyir. Bugün sertifikasiya üzrə növbəti nümunə sualların izahı ilə tanış olacağıq. Birinci sual, 37 dərəcə şərq uzunluğunda yerləşən məntəqə ilə 58 dərəcə qərb uzunluğunda yerləşən məntəqələr arasında qurşaq vaxt fərqini hesablayın. Biz ilk öncə məntəqələrin ayrı-ayrılıqda saat qurşaqlarını tapmalı, daha sonra onlar arasındakı fərqi müəyyənləşdirməliyik. 37 dərəcə şərq uzunluğunu qeyd edək və 58 dərəcə qərb uzunluğunu göstərək. Mərkəzdə isə 0 dərəcəli uzunluq. 37 şərq uzunluğunun saat qurşağını tapaq. 37-ni bunun üçün 15-ə bölərik. 2 dəfə 30. 7 qalıq qalır. Qalıq 7.5-dən kiçik olduğu üçün nəzərə almırıq. Bura olur ikinci saat qurşağı. 58 qərb uzunluğunu eyni qayda ilə 15-ə bölürük. 3 dəfə 45. 13 qalıq qaldığı üçün 3-ün üzərinə 1 əlavə edirik. Olur 4. Və saat qurşağını tapanda qərb yarımkürəsində olduğu üçün 24-dən 4-ü çıxarıq, qalar 20-ci saat qurşağı. Bizə məntəqələr arasındakı qurşaq vaxt fərqi lazım olduğu üçün biz onların 0 dərəcəli uzunluqdan məsafələrini bilməliyik. 37 şərq uzunluğu 2 saatlıq məsafədə, 58 qərb uzunluğu isə 4 saatlıq məsafədə yerləşir. Toplamda 6 saat qurşaq vaxt fərqi olduğunu görürük. Doğru cavab B variantıdır. Keçək ikinci suala. Pekin 117 dərəcə şərq uzunluğu şəhərinin yerləşdiyi saat qurşağı ilə Bakı şəhərinin yerləşdiyi saat qurşağı arasındakı ən az yerli vaxt fərqini hesablayın. Ən az yerli vaxt fərqi deyildiyi üçün biz məntəqələrin saat qurşağını tapıb, onların sərhədləri arasındakı ən qısa məsafəni hesablamalıyıq. Birinci Bakını qeyd edək. Bakı 50 dərəcə şərq uzunluğundadır. 50-ni 15-ə bölək. 3 dəfə 45, 5 qalıq qalır. Bakı olur 3-cü saat qurşağında. İndi 3-cü saat qurşağının kənar meridianlarını tapmaq üçün biz onun orta meridianını bilməliyik. 3-ü bunun üçün 15-ə vurarıq, olacaq 45 dərəcə şərq uzunluğu. Daha sonra 3-cü saat qurşağının kənar meridianlarını bilməliyik. Bu da orta meridianın üzərinə bir dəfə 7.5 gəlməklə, bir dəfə də 7.5 çıxmaqla alınır. 45-dən 7.5 çıxsaq qalacaq 37.5 dərəcə şərq uzunluğu. 45-in üzərinə 7.5 əlavə etsək olacaq 52.5 dərəcə şərq uzunluğu. Keçək Pekinə. Pekin 117 şərq uzunluğundadır. 117-ni 15-ə bölsək 7 dəfə 105. 105 çıxanda qalacaq 12 dərəcə. 7-nin üzərinə 1 əlavə edərik. Olar 8-ci saat qurşağı. Daha sonra 8-in orta meridianını tapmaq lazımdır. Bunun üçün 8-i 15-ə vurarıq. Olur 120 dərəcə şərq uzunluğu. Kənar meridianları tapanda bir dəfə 120-dən 7.5 çıxırıq. Qalır 112.5 dərəcə. Bir dəfə də 120-nin üzərinə 7.5 əlavə edirik. Olur 127.5 dərəcə. Daha sonra bizə bu məntəqələrin saat qurşaqları arasındakı ən az yerli vaxt fərqi lazım olduğuna görə biz onların bir-birinə ən yaxın yerləşdiyi hissəyə baxmalıyıq. Görürük ki, 45-in, daha doğrusu 3-cü saat qurşağının şərq sərhədi ilə 8-ci saat qurşağının qərb sərhədi bir-birinə daha yaxındır. Və bunlar arasında məsafəni tapsaq, ən qısa fərqi tapmış oluruq. Bunun üçün 112.5-dən çıxırıq 52.5-i. Qalacaq 60 dərəcə. Yəni, bu sərhədlər arasında 60 dərəcə coğrafi uzunluq fərqi var. Onu da saat fərqinə çevirsək, 60-ı bölərik 15-ə, olacaq 4 saat. Doğru cavabımız A variantıdır.
Üçüncü suala baxaq. 4 yarımkürədə yerləşən saat qurşaqlarının orta meridianları arasındakı yerli vaxt fərqini hesablayın. İlk öncə hansı saat qurşaqlarının şərqdə, hansının qərbdə, hansılarının isə 4 yarımkürədə yerləşdiyinə baxaq. Birinci saat qurşağı daxil olmaqla və 11-ci saat qurşağı daxil olmaqla onların arasında yerləşən bütün saat qurşaqları bütövlükdə şərq yarımkürəsində. 13 və 23 daxil olmaqla onların da arasında yerləşən saat qurşaqları bütövlükdə qərb yarımkürəsində yerləşir. Ancaq 0-cı və ya 24-cü saat qurşaqları və 12-ci saat qurşağı həm şərq, həm də qərb yarımkürəsində yerləşməklə 4 yarımkürədə yerləşmiş olur. Onu da qeyd edim ki, bütün saat qurşaqları şimal və cənub yarımkürələrində yerləşirlər. İndi bizə deyilir ki, bu 4 yarımkürədə yerləşən saat qurşaqlarının orta meridianları arasındakı yerli vaxt fərqini hesablayın. 0-cı və ya 24-cü saat qurşaqlarının orta meridianı 0 dərəcəli uzunluq, 12-ci saat qurşağının isə orta meridianı 180 dərəcəli uzunluqdur. 12 vurulsun 15 bərabər olur 180-ə. İndi biz burada onların orta meridianları arasında yerli vaxt fərqini hesablamalıyıq. 180-dən 0-ı çıxsaq, yenə də 180 qalır. 15-ə bölsək alacağıq 12 saat. Deməli, onların orta meridianları arasındakı yerli vaxt fərqi 12 saata bərabərdir. Doğru cavab olur B variantı. Növbəti suala baxaq. 50 dərəcə cənub enliyinə günəş şüaları minimum bucaqla düşən zaman 50 şimal enliyinə hansı bucaqla düşər? Gəlin ilk öncə 50 cənub enliyinə minimum düşmə bucağı nə vaxtdır ona baxaq. Məntəqə cənubda yerləşdiyi üçün əlbəttə ki, bura günəş şüaları günəş şimalda zenitdə olanda olmalıdır və bu da 50 cənub enliyindən ən uzaq məntəqə olmalıdır və bu bilirik ki, 23,5 dərəcə şimal enliyidir ki, 22 iyun tarixində günəş burada zenitdə olur və bu zaman 50 cənub enliyinə günəş şüaları minimum bucaqla düşür. İndi bu zaman, yəni günəş 23,5 şimal enliyində zenitdə olanda 50 şimal enliyinə hansı bucaqla düşər onu hesablamalıyıq. Bunun üçün 50 şimal ilə 23,5 şimal arasındakı coğrafi enlik fərqini tapıb 90-ın çıxmalıyıq. 50 çıxılsın 23,5 bərabər olur 26,5 dərəcə. Aldığımız cavabı 90-dan, yəni günəşin maksimum düşmə bucağından çıxırıq. 90 çıxılsın 26,5, o da bərabər olur 63,5 dərəcə. Deməli, 50 şimal enliyinə bu zaman günəş şüaları 63,5 dərəcə bucaqla düşər. Doğru cavab C variantıdır. 5-ci suala baxaq. Tropik işıqlanma qurşağında yerləşən A məntəqəsinə günəş şüalarının maksimum və minimum düşmə bucaqları arasındakı fərq 40 dərəcədir. Bu məntəqənin yerləşdiyi enliklə ona ən yaxın tropik xətti arasındakı ən qısa məsafəni müəyyən edin. A məntəqəsinə bilirik ki, A məntəqəsi tropik işıqlanma qurşağında yerləşir. Tropik işıqlanma qurşağında yerləşirsə, buraya günəş şüaları maksimum 90 dərəcə bucaqla düşür. Çünki günəş zenitdə olur bu məntəqədə. Minimum düşmə bucağını bilmirik. Amma minimum və maksimumun fərqini bilirik. Fərq nə qədərdir? 40 dərəcə. 90-dan 40-ı çıxsaq qalacaq 50 dərəcə. Deməli, bu məntəqəyə günəş şüaları minimum 50 dərəcə bucaqla düşür. Biz nə etməliyik? Minimum düşmə bucağından istifadə edərək bu məntəqənin coğrafi enliyini tapmalıyıq. Minimum düşmə bucağı 50 dərəcədirsə, 90-dan 50-ni çıxıram. Qalır 40 dərəcə. Bu o deməkdir ki, bu məntəqə ya şimal tropikindən 40 dərəcə cənubda yerləşir, ya da cənub tropikindən 40 dərəcə şimalda yerləşir. İkisində də eyni coğrafi enliyi alacağıq və ya şimal olacaq, ya cənub. Ona görə də birini götürüb hesablaya bilərik. Məsələn, götürək 23,5 şimalda zenitdə olsun, məntəqə də olacaq onda cənubda. 23,5-dən 40 dərəcə cənuba gəlsək, alacağıq mənfi 16,5 dərəcə. Yəni bu məntəqə 16,5 dərəcə cənub enliyində yerləşir və
sualımızın ikinci hissəsinə baxırıq. Deyilir ki, bu məntəqənin yerləşdiyi enliklə ona ən yaxın tropik xətti arasındakı ən qısa məsafəni müəyyən edin. Məntəqəmiz oldu 16,5 dərəcə cənub enliyi. Bura ən yaxın olan tropik isə 23,5 dərəcə cənub enliyidir. Arasındakı məsafəni tapmaq üçün bir-birindən çıxarıq. Çünki ikisi də eyni yarımkürədir. Çıxılsın 16,5 bərabər olur 7 dərəcəyə. 7 dərəcəni də kilometrə çevirmək üçün 111-ə vurarıq. Çünki meridian üzrə 1 dərəcəlik qövsün uzunluğu 111 kilometrə bərabərdir. 7 vurulsun 111 bərabər olacaq 777 kilometr. Sualın doğru cavabı olur Y variantı. Keçirik 6-cı suala. Yerli vaxtı İskəndəriyyə limanının yerli vaxtından irəli olan və qış gündönümü günü günəş şüalarının düşmə bucağının daha böyük olduğu limanları müəyyən edin. İskəndəriyyə limanı Misirdə Aralıq dənizi sahillərində yerləşir. Yerli vaxtı İskəndəriyyədən irəli olması üçün bu məntəqə İskəndəriyyədən şərqdə yerləşməlidir və qış gündönümündə günəş şüalarının düşmə bucağının böyük olması üçün cənubda yerləşməlidir. Cənub tropikinə yaxın olmalıdır. Çünki qış gündönümündə günəş 23,5 dərəcə cənub enliyində zenitdə olur. A variantında bu uyğunluğu Marsel limanı pozur. B variantında Tokyo limanı pozur. C variantında Xark və Kobe limanlarının hər ikisi cənub tropikindən uzaqda yerləşdiyi üçün pozurlar. D variantında hər ikisi uyğunluğu pozur. Qalır Y variantı. Port Hedland və Newcastle limanları cənub tropikinə yaxın yerləşirlər və hər ikisi Avstraliyada yerləşdiyi üçün İskəndəriyyə limanından yerli vaxtları irəli olur. Çünki İskəndəriyyədən şərqdə yerləşmiş olurlar. Doğru cavabımız Y variantıdır. 7-ci suala baxaq. London şəhəri ilə 12 saat qurşaq vaxt fərqinə malik olan meridianın kəsdiyi materikləri müəyyən edin. London şəhəri 0 dərəcəli uzunluqda yerləşir. Onunla 12 saat qurşaq vaxt fərqinə malik olan meridian isə 180 dərəcəli uzunluqdur. 12-ni vururuq 15-ə, olur 180 dərəcə. 0-ın da üzərinə 180 əlavə etsək, yenə də 180 dərəcə uzunluğu almış oluruq. 180 dərəcəli meridianı isə yalnız Avrasiya və Antarktida materiklərini kəsir. Ümumiyyətlə, Antarktida materikinin coğrafi mövqeyi qütb ətrafında olduğuna görə onun ərazisindən bütün saat qurşaqları yerləşir, yəni bütün meridianlar Antarktida materikini kəsir. Doğru cavabımız A variantıdır. Növbəti suala baxaq. Bakı şəhərində yerli vaxtla 1 yanvar saat 2:40 olarsa, Bakıdan qərb istiqamətində yerləşən və yerli vaxtı 31 dekabr 23:04 olan məntəqənin yerləşdiyi ölkəyə aid olan fikirləri müəyyən edin. İlk öncə hər iki məntəqəni koordinat cədvəli üzərində göstərək. Qərbdə yerləşən məntəqəmizin coğrafi uzunluğunu hələlik bilmirik, amma saatını və tarixini bilirik. 31 dekabr tarixidir, saat isə 23:04-dür. Bakının coğrafi uzunluğu 50 dərəcə şərq uzunluğudur. Burada 1 yanvar tarixidir. Saat isə 2:40-ı göstərir. Buradan belə bir qənaətə gəlmək olar ki, Bakı şəhərində yeni il qarşılanıb, artıq yanvarın 1-idir. Ancaq bizə verilən digər məntəqədə hələ 31 dekabr olduğu üçün yeni il qarşılanmayıb. Buradan belə bir nəticəyə gəlirik ki, bu iki məntəqə arasında saat hər hansısa bir məntəqədə 00:00 göstərir. Yəni gecə yarısıdır. İndi bu məntəqələrdən gecə yarısına qədər olan zaman fərqini hesablayıb məntəqələr arasında ümumi zaman fərqini tapa bilərik. 23:04-dən gecə saat 12-yə qədər 56 dəqiqə fərq var. Zaman fərqi var. Gecə saat 12-dən Bakıya qədər, yəni 2:40-a qədər yenə də 2 saat 40 dəqiqə zaman fərqi var. 2:40-ın üzərinə 56 dəqiqəni əlavə etsək, olacaq 2:96. Bunu da tam sadələşdirsək,
96-dan 60 dəqiqəni 2-nin üzərinə gətirsək, olacaq 3 saat 36 dəqiqə. Daha sonra isə verilən 3 saat 36 dəqiqə yerli vaxt fərqini, yəni Bakı ilə məntəqə arasındakı yerli vaxt fərqini çeviririk dərəcəyə. Bunun üçün 3-ü 15-ə vururuq, olur 45 dərəcə. 36-nı da 4-ə bölürük, olur 9 dərəcə. Toplansa birlikdə 45 və 9 olur 54 dərəcə. Deməli, bu məntəqə Bakıdan 54 dərəcə qərbdə yerləşir. 50-dən də 54 çıxsaq qalır -4 dərəcə. Bu o deməkdir ki, məntəqə 4 dərəcə qərb uzunluğunda yerləşmişdir. Sualın şərtində yaxşı olardı ki, qeyd olunsun ki, məntəqə Bakı ilə eyni coğrafi enlikdə yerləşir. O söz yazılmadığına görə sualın məğzi bir qədər dəyişir. Amma biz məntəqənin 40 dərəcə şimal enliyində yerləşdiyini fikirləşib sualı bu formada cavablandıraq. Deməli, məntəqəmiz oldu 40 şimal enliyində və 4 dərəcə qərb uzunluğunda. Bu da düşür İspaniya ərazisinə. Birinci, yay ayları yağıntılı keçir. Bura Aralıq dənizi iqlim vilayətindədir və qış ayları yağıntılı keçir. Bir yanlışdır. 2. Şimali Avropa regionuna aiddir. İspaniya, üzr istəyirəm. Şimali Avropa yox, Cənubi Avropa regionuna aiddir. 2 yanlış olur. 3. Səhralar geniş yayılmışdır. Bu da doğru cavab deyil. Ərazisi seysmik cəhətdən aktivdir. Doğrudur. Çünki litosfer tavalarının sərhədində yerləşir. İnkişaf etmiş ölkələr qrupuna aiddir. Doğrudur. Monarxiya idarəetmə formasına malikdir. Doğrudur. İspaniya konstitusiyalı monarxiya ölkədir. Doğru cavabımız olur B variantı 4, 5 və 6. 8-ci sual. Daha doğrusu 8-ə baxdıq, 9-cu suala baxırıq. Qrafikə əsasən A məntəqəsində günorta vaxtı müxtəlif tarixlər üzrə kölgənin uzunluğu verilmişdir. Buna əsasən məntəqə üçün yanlış fikirləri müəyyən edin. İlk öncə qrafikə nəzər salaq. Görürük ki, 22 iyun tarixində bu məntəqədə kölgənin uzunluğu maksimum həddə çatır. 22 dekabr tarixində isə kölgə yoxdur. Bu o deməkdir ki, 22 dekabr tarixində bu məntəqəyə günəş şüaları zenitdədir və düz bucaq altında düşdüyü üçün kölgə yoxdur. 22 dekabrda isə günəş 23,5 dərəcə cənub enliyində zenit vəziyyətindədir. Məntəqənin 23,5 dərəcə cənub enliyi olduğu bizə məlumdur. Verilən xüsusiyyətlərdən yanlış olanları seçək. 1. Yerləşdiyi paralel çevrəsinin orta fırlanma sürəti Ankara şəhərinin yerləşdiyi paralel çevrəsinin orta fırlanma sürətindən daha çoxdur. Ankara təxminən 40 dərəcəli enlikdə, bizim məntəqə isə cənub tropikində yerləşir. Paralellərdən ekvator daha sürətli fırlanır və qütblərə doğru getdikcə paralellərin orta fırlanma sürəti azalır. 40 dərəcəli enlik ekvatordan cənub tropikinə nəzərən daha uzaqda yerləşdiyi üçün onun sürəti daha azdır. Yəni 23,5 cənub enliyinin orta fırlanma sürəti Ankaranın orta fırlanma sürətindən çoxdur. Bir doğru fikirdir. Ona görə biz 1-i götürmürük. 2. Aqroiqlim ehtiyatları ilə zəif təmin olunmuşdur. Cənub tropikində havanın temperaturu il ərzində yüksəkdir. Ona görə də bu ərazi aqroiqlim ehtiyatları ilə yaxşı təmin olunmuş ərazidir. 2 yanlışdır. Biz götürürük. 3. Aid olduğu coğrafi enlik coğrafi qütblərdən eyni məsafədə yerləşir. Coğrafi qütblərdən eyni məsafədə yerləşən coğrafi enlik ekvatordur. Bizim məntəqə isə cənub tropikində yerləşir. Bu da yanlış fikir olduğu üçün qəbul edirik. 4. Yerləşdiyi enliyin dərəcə qiyməti Moskva şəhərinin yerləşdiyi enliklə eyni ola bilər. Moskva təxminən 55 dərəcə şimal enliyində yerləşir. Dəqiq bilməsəniz də bilirik ki, Moskva ölkəmizdən, yəni Bakı şəhərindən şimalda yerləşir. Deməli 40 dərəcə şimal enliyindən də şimalda olmalıdır. Ancaq bizə verilən məntəqə 23,5 cənub enliyidir. Eyni ola bilərmi? Xeyr, eyni ola bilməz. 4 də yanlış fikir olduğu üçün qəbul edirik. 5. Bakı şəhəri ilə eyni saat qurşağında yerləşə bilər.
Bunu doğru cavab kimi qəbul edirik. Nəyə görə? Çünki biz qrafikə əsasən yalnız məntəqənin coğrafi enliyini müəyyənləşdiririk. Coğrafi uzunluğu ola bilər ki, 50 şərq uzunluğu olsun. O cəhətdən 5 doğru cavabdır və biz onu qəbul etmirik. 6. Yerləşdiyi ölkə ildə bir neçə dəfə məhsul götürmək imkanı var. Bu da doğru fikirdir. Çünki aqroiqlim ehtiyatları ilə yaxşı təmin olunub. Bunun üçün də bir neçə dəfə məhsul götürmək olar. 6-nı da çıxırıq. Doğru cavabımız B variantıdır. 2, 3 və 4. Keçək 10-cu suala. Diaqramda 22 iyun tarixi üçün müxtəlif məntəqələrdə gündüzün uzunluğu verilmişdir. Buna əsasən doğru fikirləri müəyyən edin. Baxırıq ki, A məntəqəsində gündüzün uzunluğu təxminən 15 saat, yazaq 1-1. B məntəqəsində 8 saat, C-də 17 saat, D məntəqəsində isə 13 saatdır. Ekvatorda isə bilirik ki, gündüzün uzunluğu 12 saata bərabər olur. Biz bu məntəqələri ekvatordan qütblərə doğru sıralasaq, D ekvatora daha yaxındır. Yəni birinci D yerləşəcək, sonra A məntəqəsi 2, sonra C məntəqəsi 3, B məntəqəsi isə cənub yarımkürəsindədir. Onu da işarə etmirəm rəqəmdən, ancaq cənub yarımkürəsində olduğunu bilirik. Yazıram cənub yarımkürəsi. Digərləri isə şimal yarımkürəsindədir. Çünki 22 iyun tarixində Günəş şimal yarımkürəsində zənitdədir və ekvatordan şimala doğru getdikcə gündüzün uzunluğu nə edir? Artır. Ona görə də D, A və C istiqamətində məntəqələri ekvatordan şimala doğru düzürəm. B məntəqəsində isə 12 saatdan az olduğu üçün gündüzün uzunluğu. Mən müəyyənləşdirirəm ki, o cənub yarımkürəsində yerləşir. Cavabları təhlil edək. A variantı. C məntəqəsi ekvatora daha yaxındır. Görürük ki, C məntəqəsi digərlərinə nəzərən ekvatordan daha uzaqda yerləşir. Daha yaxın olan D məntəqəsidir. A variantı yanlışdır. B. A məntəqəsinin yerləşdiyi paralel çevrəsinin uzunluğu D məntəqəsinin yerləşdiyi paralel çevrəsinin uzunluğundan daha çoxdur. Baxırıq ki, A məntəqəsinin yerləşdiyi paralel, A-nın yerləşdiyi paralel D-yə nəzərən ekvatordan daha uzaqdadır. Biz də bilirik ki, ekvatordan uzaqlaşdıqca paralellərin uzunluğu qısalır. O zaman A D-dən qısa olmalı idi. Ona görə B variantı da yanlışdır. C variantı. B məntəqəsi qütb işıqlanma qurşağında yerləşə bilər. Baxırıq, B məntəqəsində 22 iyun tarixində 8 saat gündüz müşahidə olunub. Ancaq B məntəqəsi qütb işıqlanma qurşağında yerləşsəydi, orada ya 24 saat gündüz olmalı idi, ya da 0 saat gündüz olmalı idi. Yəni qütb gecələri müşahidə olunmalı idi. C variantı da yanlışdır. D variantı. C məntəqəsində gecə-gündüzün adi növbələşməsi pozula bilməz. C məntəqəsi təxminən mülayim işıqlanma qurşağında yerləşir və burada həqiqətən də gecə-gündüzün adi növbələşməsi pozulmur. Bəs harda pozulur? Qütb işıqlanma qurşaqlarında. Yenə də C məntəqəsində ya 24 saat gündüz, ya da 0 saat gecə yazılmış olsaydı, deyə bilərdik ki, burada gecə-gündüzün adi növbələşməsi pozulur. Ancaq hazırki vəziyyətdə 17 saat gündüzün olduğu vəziyyətdə biz bu fikri söyləyə bilmirik. D variantı sualın doğru cavabıdır. Y variantına baxaq. B məntəqəsində qütb ulduzu Polaris kiçik bucaq altında görünür. Baxırıq ki, B məntəqəsi cənub yarımkürəsində yerləşir və burada ümumiyyətlə qütb ulduzu görünmür. Y variantı da yanlışdır. 11-ci suala baxaq. 80 dərəcə şimal enliyində qütb gündüzlərinin başladığı tarixə uyğun gələn xüsusiyyətləri müəyyən edin. İlk öncə biz 80 şimal enliyində qütb gündüzü başlayanda Günəşin harda zənitdə olduğunu tapmalıyıq. Bunun üçün 90-dan, yəni 80-i çıxarıq, qalacaq 10 dərəcə şimal enliyi. Əgər 80 şimalda qütb gündüzü başlayırsa, deməli Günəş də şimal yarımkürəsində, yəni 10 dərəcə şimal enliyində zenit vəziyyətindədir. İndi bu tarixə uyğun gələn xüsusiyyətləri müəyyənləşdirək. Birinci, bu zaman 70 cənub enliyində qütb gecələridir. Baxaq, 10 şimal enliyində Günəş zenitdədirsə,
Birinci cənub yarımkürəsində günəş şüalarının 0 dərəcə bucaqla düşdüyü məntəqəni tapaq. Bu məntəqə 10 şimal enliyindən 90 dərəcə cənubda yerləşməlidir. Ondan çıxıram 90-ı, qalır -80 dərəcə cənub enliyi. Yəni məntəqə 80 cənub enliyində günəş şüaları 0 dərəcə bucaqla düşür və ondan cənubda yerləşən, yəni 80 cənub enliyi ilə 90 cənub enliyi arasında olan məntəqələrdə qütb gecəsidir. 70 cənub enliyi isə 80 cənub enliyindən şimaldadır. Yəni hələ qütb gecələri 70 cənub enliyinə çatmayıb. 1 yanlışdır. Götürmürük. 2. Günəşin zenitdə olduğu məntəqə ilə Bakı şəhəri arasındakı ən qısa məsafə 50 dərəcədir. Günəş zenitdədir 10 dərəcə şimal enliyində. Bakı şəhəri 40 dərəcə şimal enliyindədir. Hər ikisi şimalda olduğu üçün 40-dan 10-u çıxırıq, qalır 30 dərəcə. Yəni arada ən qısa fərq 30 dərəcəyə bərabərdir. 50 dərəcə deyil. 2 də yanlışdır. 3. Şimal tropik xəttinə günəş şüaları maksimum bucaqla düşür. Şimal tropik xəttində bilirik ki, günəş zenitdə olur və bu zaman günəş şüaları bura maksimum 90 dərəcə bucaqla düşür. Ancaq hal-hazırda günəş 10 dərəcə şimal enliyində zenitdədir. 3 də yanlışdır. 4. Cənub qütbündə qütb gecələri müşahidə olunur. Bu doğrudur. Şimal qütbündə və 80 dərəcə şimal enliyində qütb gündüzləri olduğu zaman cənub qütbündə qütb gecələri olmalıdır. 4 doğrudur. 5. Günəş şüaları ekvatora 80 dərəcə bucaqla düşür. 10 dərəcə şimal enliyində zenitdədir. Ekvator 0 dərəcəli enlikdir. Arada 10 dərəcə fərq var. 90-dan da 10-u çıxsam qalır 80 dərəcə. Doğrudur ki, ekvatora günəş şüaları 80 dərəcə bucaqla düşür. 6. 20 dərəcə şimal enliyində günorta vaxtı cisimlərin kölgə uzunluğu cismin öz uzunluğundan kiçikdir. Bunu müəyyənləşdirək. Bunun üçün 20 şimal enliyinə günəşin düşmə bucağını tapaq. 20-dən 10-u çıxarıq, çünki hər ikisi şimaldadır. Bərabər olur 10 dərəcə. 90-dan da 10 çıxsaq qalacaq 80 dərəcə. Yəni 20 şimal enliyinə də günəş şüaları 80 dərəcə bucaqla düşür. Kölgənin cismin öz uzunluğundan kiçik olmağı üçün cismin üzərinə günəş şüasının 45 dərəcədən böyük bucaqla düşməyi lazımdır. Və burada da həqiqətən də 45 dərəcədən böyük, yəni 80 dərəcə bucaqla günəş şüası düşdüyü üçün kölgə cismin öz uzunluğundan qısadır. 6 da doğru fikir olur. Sualın doğru cavabı B variantıdır. 4, 5 və 6-cı bəndlər. 12-ci suala baxaq. 22 dekabr tarixində A məntəqəsində gün ərzində günəş şüalarının düşmə bucağının dəyişmə qrafikinin düzgün verildiyi bəndi müəyyən edin. A məntəqəsi cənub tropik xəttinin üzərində yerləşir. 22 dekabr tarixində də günəş cənub tropikinin üzərində zenitdədir. Deməli, A məntəqəsində günəş çıxandan günortaya qədər günəşin düşmə bucağı artır. Günortadan sonra isə, yəni saat 12-dən sonra isə düşmə bucağı azalır. Onu da qeyd edim ki, günorta vaxtı A məntəqəsinə günəş şüaları maksimum, yəni 90 dərəcə bucaqla düşməlidir. Çünki burada günəş zenitdə olacaq. A məntəqəsində 90 dərəcə bucaqla düşmür. B-də həmçinin. C-də yalnız 90 dərəcə bucaqla düşə bilməz. D-də də həmçinin bu istiqamətdə günün sonuna kimi düşmə bucağı arta bilməz. Ancaq Y variantı verilən şərti ödəyir. Günortaya qədər 90 dərəcə bucağa çatır. Axşama doğru isə günəşin düşmə bucağı nə edir? Azalır. Doğru cavabımız Y variantıdır. 13-cü sual. Aralarında yerli vaxt fərqinin ən az olduğu məntəqələri müəyyən edin. Bunun üçün biz variantlarla işləsək daha tez sualın cavabını tapmış olarıq. A variantında 1-ci və 3-cü məntəqələr. 155 qərb uzunluğu və 170 şərq uzunluğu. Ən az fərq istənildiyi üçün biz bunu 180 dərəcə uzunluğa əsasən hesablayaq. 180 dərəcəli uzunluq. Burada 170 dərəcə şərq uzunluğu. Burada isə 155 dərəcə qərb uzunluğu. 170-dən 180-ə qədər 10 dərəcə. 180-dən 155-ə qədər 25 dərəcə fərq var. Toplamda 10-25 olur 35 dərəcə. B variantında 2 və 4-cü məntəqələr. İkinci məntəqə 5 şərq uzunluğunda, 4-cü məntəqə 15 qərb uzunluğundadır.
Biri şərq, biri qərb olanda toplayırıq. 5-in üzərinə 15 gəlsək olur 20 dərəcə. Coğrafi uzunluq fərqi. C variantı 2 və 5. 2 5 dərəcə şərq uzunluğunda, 5-ci isə 30 şərq uzunluğundadır. Eyni yarımkürə olduğu üçün çıxırıq. 30-dan 5 çıxsaq qalacaq 25 dərəcə. D variantı 4 və 5. 4 15 qərb uzunluğunda, 5 30 şərq uzunluğundadır. Toplanır fərqli yarımkürə olduğu üçün. Olur 45 dərəcə. Y variantında 3 və 6. 170 şərq və 140 şərq. İkisi də eyni yarımkürə olduğu üçün çıxılır, qalır 30 dərəcə. Ən az coğrafi uzunluq fərqi olur B məntəqəsində 20 dərəcə. Buna görə də ən az coğrafi uzunluq fərqi olduğu üçün bu məntəqələr arasında yerli vaxt fərqi də ən az olur. Doğru cavab B variantıdır. Yerli vaxt fərqini müəyyənləşdirmək istəsək 20-ni 4-ə vurarıq. Aldığımız cavab olur 80 dəqiqə. Saatla ifadə etmək istəsək 60 dəqiqəsi 1 saatdır. Olur 1 saat 20 dəqiqə yerli vaxt fərqi. Sualların izahı bu qədər. Sağ olun. Diqqətiniz üçün hər birinizə təşəkkür edirəm. Növbəti dərslərimizdə görüşənədək.